Sabahınız xeyir. Daha doğrusu siz baxanda bilmem nə vaxt baxacaqsınız. Bizim üçün artıq sabahdır. Günün Lerikdə ikinci günümüzdür. Gəldik, yedik, içdik, dincəldik, havuzda biraz üzdük, sonra yorulduq, yatdıq. Ona görə çox demək olar ki, əlim kameraya getmədi. Havuzda niyə yorulduq? Niyə yorulduq? Suyun istiliyi. Məncə havuzun istiliyini çox eləmişlər deyənə, slişkum adam çox yorulur. Daha çox yorulur. Daha çox yorulurdu. Sevinç həmişə mənə ilişir ki, sən rus sözlərindən çox istifadə edirsən. Onun da səbəbi əslində Ayda rus sektor olmalıdır. Hə. Özündən iyi və bu sırada. Amma həmişə deyir ki, yəni istəyirəm ortada Azərbaycan sözlərinə keçid. Ortadadır da elə belə. Amma mən şey eləmirəm ona. Sən rus sektoru oxumusan da, yəni normaldır da. Nə var ki? Sən deməyənə qədər fikir vermirdim. Nə yalan deyim. Düzdür, qınayırlar ora-bura, amma məncə o heç bir şey yox. Amma ingiliscəsində sözlər kimsə desin ortada deyirlər. Amma ingilis dili bilirsən. Hə. Çox qəribə bir şeydir. Bax, ingiliscəsində deyirsən. Müsahibə verəndə Azərbaycan dilində verərsən. Belə rahat həyatdır da danışır. Müsahibə verəndə gəlib sənin yanında repetisiya eləyəcəm. Repetisiya nədir Azərbaycan? Məşq eləyəcəm. İndi də səhər yeməyi düzəltmək istəyirik. Sevinç sağ olsun qabları oyuyur. Çünki bura tutulur. Hava çox qəşəngdir. Dünən gecə çox pis yağış yağırdı da. O qədər yağırdı ki, yəni adam istəyirdi çölə çıxsın, bir şəkil çəkdirsin, yəni onu eləyə bilmədik. Amma bu günləri hələ ki, günortaya qədər yağış deməyiblər. İstəyirik səhər yeməyimizi də havada yeyək, sonra gəzi şəkildə şəkil çəkdirək. Bir dənə videomuz var, onu çəkmək istəyirik sevinclə. Belə. İndi mən neyim? Pomidor, bunları çıxar. Göyərtiləri yumaq söhbəti gələk, mən buranı düzəldim yoxsan. Ancaq elə hanım. Ev elə istidir ki, hamam tərəfi lap da, yəni dəhşət istidir da. Yəni normadan artıq istidir, yəni adamın ürəyi sıxılır. Hamamda belə. Istidir. Quru istidir, ay sağ ol. Yaz istisidir, yaz istisidir. Vlajnalığı yoxdur. Yəni adamın ürəyini sıxılır. Yumuşaqlıq deyil. Nəmli. Bunu hamısını eləyirik. Məncə eləyirik. Prosta o qalır. Prosta ki, o gördüm. Ancaq o qalır. Bəli, ancaq bu qalır. Hə, onu hamısını eləməliyik. Amma sabaha qalmır. Sabah da iki eləyərik də, səs qıymır. Hə. Bizdə Azərlə rayona getmək, daha doğrusu Azər rayona getməyi belə ev tutub, dincəlməyi çox sevir. Mən ümumiyyətlə təbiət sevən biri deyiləm deyənə və rayona, kəndə gedim, belə ev tutub qalım, heç sevmirəm. Yəni, mənlik deyil belə istirahət. Ona görə həmişə gedəndə mən Azərə deyirəm ki, yəni olar kimiz getməyək də, kimsə də olsun. Düzdür, Azərlə vaxt keçirmək mənə çox maraqlıdır, bizim söhbətimiz tutur, danışırıq, eləyirik falan. Amma əlavə bir kampaniyada olanda, əlavə də bir cütlük olanda daha maraqlı olur. Oyun oynuyorsunuz, edirsiniz, söhbət edirsiniz, fərqli kafalarda olursunuz. Təbiəti görməməyə çalışırsınız. Maksimumda, yəni həqiqətən. Ona görə hər dəfə biz rayona gedəndə özümüzlə, yəni kiməsə dəvət edirik, gəlirlər. Bu dəfə də yəni Sevinç gündən qismət oldu. Özü ilk dəfədir Sevinclə biz belə uzaq bir yerə gedirik. Sabah evə qayıdanda hər ailə beləcək bir də onların üçün. Siz necə, yəni siz dostlarınızla belə rayona falan getməyi sevirsiniz? Məsələn, biz o biri dostlarımızla, ailəvi dostlarımızla Avropaya getmişdik. O da çox belə qəşəng bir optu idi, maraqlı idi, qəşəng dincəlmişdik. Hə. Azərbaycan dili müəlliməsi yanımda oturub. Bura biraz qaranlıqdır, çünki işıq yaxşı düşmür, pəncərə də balacadır burada. Çalışacağım bunu editdə biraz işıqlandırım. Alınmasa da sorry. Məncə izləyicilərindən soruş, ümumiyyətlə hansı rayonu sevirlər? Sən soruşdun. Hansı rayonu sevirsən? Sən hansı rayonu bəyənirsən? Şəkiyə gedəndə çox bayıldım. Ora mənə İsveçli kimi gəlmişdi. Doğru. Elə bir şəhərindən keçəndə bir şəhər, balaca binalar və ortalarından dağ görsənirdi. Çox xoşum gəlmişdi. Yəni o biri rayonlarda şəhər kimi yerlər var. Sən haralısan? Tovuz. Yəni orada Tovuzda olan var. Amma orada dağ görsəm var amma şəhərdən görsəm də aralar. Bir də binaların hamısı şəhərdə kərpiç. Getməmsən? Getmişəm. Hə, da nə danışıram mən burada. Ona görə şəklim çox bəyəm. Bir orada qəşəng kofe shop tapmışdım, çox sevinmişdim.
Son zamanlar ümumiyyətlə fikir vermişəm. Şəkiyə gedənlər orada bir dənə, iki dənə, üç dənə coffee shop var. Hamı gedir orada şəkil çəkilir. Düzü mən getdiyim vaxt o yox idi. Bu gün gedəyəm şəkiyə. Özü havasıdır. Piti yiyənsən? Yox, yeməmişəm heç. Heç yeməmişsən? Piti dadlıdır. Bir də ki, əslində Tovuzda çox qəşəng yerlər var, dağlıq yerlər. Sadəcə orada belə domiklərdə, domik elə. Yəni otel falan deyil, yəni. Oteldir. Oteldir. Amma o 5 ulduzlu otel kimi bir şey deyil də. Köhnə evlər. Hə. Mən də elə yerdə qala bilmirəm. Mən də qalmağım. Mən qala bilmirəm. Elə insanlar deyir, məsələn, kəndə gedim, köhnə evli, ev tipli bir yerdə qalım da. Onun ab-havasını sevirəm. Amma mən sevmirəm, qala bilmirəm. Qorxma söhbəti deyil də, elə bir belə narahat oluram, özümü rahat istəyirəm, komfort olmur. Mən öz komfortuma çox üstünlük verən bir insanam. Rahatçılığıma. Komfort onsuz da ingilisində deyil. Komforti. Amma mənim üçün çox önəmlidir o. Ki, mənim rahatçılığım olsun. Burada bir dənə bəyənmədiyim buranın istiliyi oldu. Bir də kravat narahat idi. Hə, kravat da nəyə görə narahat idi? Əslində sonradan fikir verdim. Üstə atılan yorğan var, onu döşək kimi altımıza səriblər. Üstümüzə atılan bir Biz onu üstümüzə atdıq. Mən də elə elədim. Üzümüzə maska eləyəcəyik. Sonra makyaj edib artıq videolarımızı hazırlaşacağıq. Düşəsən mi? Burada da story çəkirik. Peki. Tamam. Hayda, əlcək maylı olur. Edit edəcəksən, üstə mahnı qoyacaqsan ya belə? Yox, təbii. Təbii halımızda. Çaynik. Heç olmaz getmişəm. Əli qəpi Kadırdan çıxmaq. Üç qadaq. Biz dünəndən bu yana tənbəllikdən su dalınca getməklə, nəsə iş dalınca getmək üçün hər şeyə 50 qəpi yatırdıq. Üç qadırdıq ki. Və mən udurdum. Bəli. Amma yenə Necə də sən orada nəsə bir cavab heç nə eləmirdim. Sadəcə bu mənim auramdır. Bunu belə eləmirdim. Gözdə qardaşım. Səndəki olan nə idi? Nə bilim. Marka olaraq deyirsən? Hə. Doktor Cartın maskası idi da. Keramidin. Keramidin. Doktor Cartın maskasını Çox istifadə elədi. nəmləndirici. Mən də Elizavekanın da Elizavekan tonerini istifadə eləmişəm. Çox qəşəng düşüb üzümə. Qızlar, bunun ağını alın. Səbəb? Səbəb çox yumuşaldır, üzü ağardır və makyajdan qabaq çox qəşəng olur. Doğrudan. Nəmləndirir. Yəni quru belə qabıq qalmır makyajdan sonra. İndi baxarıq səndə mənə çox qəşəng. Hansı aptekdə bu varsa, çox apteklərdə tapıram. Qaçıb 5-6 dənəsini alıram, sizə də çatmır. Neçədir ki? Nə bilim 2 manat, 3 manat belə dəyişir də. Yəni qiymətini ona görə soruşdum ki, izləyicilərim də bilsin. Belə bilmirəm, amma sizə deyirsiniz ya yox, maskanın içində həmişə belə suyu olur, amma bundan nəsə çıxmadı. Hə, də çıxdı. Mən bunu həmişə boğazına sürtürəm, saxlayıram, qalır. Yatıramsa eləyirəm. Hə. Onu yatmayacağam, ona görə də eləmirəm. Sən izləyicilərinə də bir məsləhət verə bilərəm. Buyur. Mən öz izləyicilərimə bunu bölüşürəm. Bəli. Mən maska alanda yaşıl rəngləri seçirəm. Səbəb? Səbəb yaşıl rəngdə olan maskalar, çay ağacı, avokado, nə bilim, bir dənə kokosu çıxmaq şərtinə o da daxildir. Yəni yaşıl olmasa da, yəni xiyar, zeytun, bunlar hər üzə düşür və bunların hamısı qəşəng nəmləndirir. Doğrudan. Qətiyyən pomidor, yumurta, Pomidor zəncəfil, dərini çox yandırır deyirlər. Yəni vişnə, vişnəli görmürəm. nə bilim, kollagen, o vəbşi boşdur. Yəni onları alıram. Ancaq yaşılları yığıram və həmişə, yəni uduzmamışam da onları alıram. Mütləq yaşılları alıram. Bütün dəri tiplərində düşür və çox qəşəng nəmləndirir. Yumaq olmadı. Makyaj eləyəcəksinizsə yarım saat qabaq eləyin. 15 dəqiqə bu, 15 dəqiqə biraz qalsın sonra eləyin.